Hər vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Artıq sabah ilk imtahanımız olacaq 2026 üçün. Mən sizə bol-bol uğurlar, zehin açıqlığı, qəşəng strategiyalar arzulayıram ki, siz tətbiq edib ən yüksək nəticələri əldə edəsiniz. Videonun sonuna doğru imtahan həyəcanı ilə bağlı bir-iki kəlmə danışarıq, amma gəlin ilkin olaraq testlərimizə fokuslanaq, bunları həll edək. Birinci listeningdən başlayaq. Sizə orada listening qoşmamışdan öncə uşaqlar vaxt verəcəklər ki, suallarla tanış olasınız. Ola bilsin ki, biraz suallar böyük olar falan, variant oxumağa hamısına vaxtınız çatmaz. Sadəcə çalışın ümumi ideyanı tutun ki, söhbət nədən gedəcək, nə tiplə tekst eşidəcəksiniz və bu hansı ki açıq suallar var, onların altından xətt çəkin ki, sizin diqqətinizi çəksin ki, siz spesifik olaraq hansı məlumatları axtaracaqsınız. Düzdürmü? Burada sizdən 6-cı sualda təyin istəyəcək, food sözünün təyinini və burada bir sual verir, ona cavab yazmalısınız. Digərində də cümləni tamamlamalısınız. Bunlara diqqət edirsiniz və nə edirsiniz uşaqlar? Mən sizə məsləhətim odur ki, eşidə nə isə cavab tapmağa çalışmayın. Ola bilər ki, bu ikincini bu cümlələrin arasına baş çıxartmağa çalışarkən digərlərinin məlumatı ötər və sizin diqqətinizdən yayınar. Ondan sonra əlinizə alın qələmi, dinləmə zamanı not tutun. Yəni, yenə də deyirəm, şərt deyil ki, bütün hər şeyi yazasınız. Eşitdiyiniz, yadınızda qalan, belə deyim də, qısa notlar, hansı ki, oxuyanda da başa düşəcəksiniz ki, burada nə söz yazmışsınız. Bunları yazın. Sonra bu notlarınıza əsasən cümlələrinizi tamamlayarsınız, testinizi yazarsınız və sonra ikinci təkrarda artıq hardasa boşluq, səhv qalıbsa və yaxud da hər şeyi yazmışsınız, yoxlamaq istəyirsiniz, ikincini ona istifadə edə bilərsiniz. Amma ki, üçünü bunda yazım, 4-ü onda yazım, 5-i bunda yazım, bəs biri ötdüsə nə edəcəksən, yoxlamaq istədinsə nə edəcəksən, əmin deyilsənsə nə edəcəksən. Vaxtımızı maksimum effektiv istifadə etmək lazımdır. Gəlin, indi listeningi qoşaq və not götürməyə hazır olaq. İndi məndə burada klaviatura ilə not götürmək daha çətindir, amma qələmdən daha asan da olacaq. Onu nəzərə alaq sürəti. Başlayaq. In some cities in India, a new and creative idea is changing the way people pay for food and drinks. Some cafes let customers pay with waste instead of money. This project not only helps people enjoy affordable food, but also supports environmental awareness. Customers can bring plastic bottles, cans, or other recyclable items to the cafe, which are exchanged for meals or beverages. The concept encourages recycling and reduces waste going to landfills. Many people find it fun and rewarding to contribute to a cleaner environment while enjoying a coffee or snack. These cafes often work in cooperation with local recycling programs. They ensure that the collected waste is properly processed. This creative idea also helps people understand the world problem of managing waste. By paying with waste, customers are reminded of the importance of reducing, reusing, and recycling. As a result, these cafes are becoming popular destinations. They attract both locals and tourists who want to make a positive impact on the environment while enjoying their favorite snacks. Okay, uşaqlar, deməli, mən dinləyə bir-iki not götürdüm. Baxın, heç səhvlərimə də diqqət eləmədim. Mənə lazım deyil ki, burada səhv yazdım, düz yazdım. Mənə lazımdır ki, maksimum şəkildə sürətli not götürüm. Yenə də deyirəm, klaviatura ilə yazanda daha uzun çəkir, nəinki qələmlə yazanda, düzdürmü? İndi gəlin, baxın, bir-bir açıqlardan başlayaq. Food'u mən burada birbaşa götürdüm. Affordable food deyirdi, düzdürmü? Onu gətirib yazıram. Baxın, heç fikirləşmədim. Affordable food. Sonra burada deyir ki, this creative idea also helps people understand, bunu da yazmışam, the world problem of managing waste. Deməli, niyə yazmadı? The world's problem of managing waste. Sonra deyir, what type of waste can customers bring to exchange for meals? Nə tip tullantılar gətirə bilərdi? Burada yazmışdı. Bunu tam götürə bilmədim. Plastic bottles, cans. İndi yerdə qalanı da, yadımdan qalandan yazacağım. Plastic bottles, cans or other recyclable products.
Məncə belə bir şey demişdi. İndi ikinci dəfədə recyclable nəymiş? Recyclable products. İndi bunu ikinci dəfə sizinlə birlikdə qulaq asmayacaq, vaxtımız çox getməsin. Amma nəsə səhvim varsa burada düzəldəcəm. İndi gəlin keçək, qapaqlara yazaq. Uşaqlar, bu tekst nə haqdadır deyirsə, bu tekst nə haqda olmağı informasiyası topic sentence-də, yəni giriş cümlədə verilir. Bu giriş birinci cümlə, lap bəzi hallarda ikinci cümlədə ola bilər. Onu başqa yerdə axtarmağa ehtiyac yoxdur. How tourists spend their time in India. Turistlər Hindistanda vaxtlarını necə keçirdir? Xeyr, bu barədə məlumatımız yoxdur. The history of some cafes in India. Hindistandakı bəzi kafelerin tarixi. Bu barədə də bizə məlumat vermədi. Different types of food and drinks in cafes. Kafelərdə müxtəlif ərzaq və içki növləri. Bu barədə də bilmədik. Unusual payment method in some cafes in India. Bəli, Hindistanda qeyri-adi ödəniş metodu. Bəzi kafelərdəki qeyri-adi ödəniş metodu. Elə bu, mətnimiz bu haqdaydı. Uşaqlar, burada elə bir variant seçmək lazımdır ki, istər listening, istər reading olsun. Bu teksti oxumayan, eşitməyən insan sizin variantınızı görən kimi başa düşsün ki, söhbət nədən gedir. Ola bilsin ki, məsələn, Y variantında waste problems in Indian cities. Hindistan şəhərlərində tullantı problemi. Ola bilsin ki, bu tullantı probleminə toxunub tekstin harasındasa. Amma həqiqətən bütün tekst bu haqdadırmı? Bunu bir özünüzə sual verin. Heç tekst oxumayan bir insan bunu oxusa sizin eşitdiyiniz tekst təxmini o tipdə bir şey təsəvvürünə gələrmi? Bunu özünüzə sual verin. Onda çox rahat sualın cavabını tapacaqsınız. İkincidə bizdən nə istəyir? Düzgün cavabı istəyir tekstə əsasən. By paying with money. Buna diqqət edin. People always remember the importance of recycling, reducing and reusing. Deməli, pulla ödəniş edərkən insanlar recyclingin, azaltma, yəni yenidən dönüşdürmənin, azaltmanın və yenidən istifadə etmənin önəmini xatırlayır. Bu pulla yox, tullantı ilə ödəniş edəndə bunu xatırlayırlar. Sadəcə bir söz sizin bütün cümlənizi səhv çıxartır. Bu cümlənin eynisini eşitmiş ola bilərsiniz. Amma orada money yerinə waste dediyi üçün sizin cümləniz səhvdir. Ona görə eyni cümləni eşitdiyiniz bu sözləri bu sırayla eşitmişdim deyib qaçıb həmin cümləni yazmayın. Həqiqətən diqqətli olun. Tərcümə eləyin, fikirləşin, görün bu nə deyir. The cafes with the new concept of payment in India attract both locals and tourists. Bəli, bu yeni konsept ödəmə ilə olan kafelər Hindistanda həm lokalları, həm də turistləri özünə cəlb edir. The locals, tourists. Indian cafes throw collected waste into landfill which harm the environment. Bu kafelər, deməli, tullantını ətrafa atırlar, hansı ki, ətraf mühiti çirkləndirir. Xeyr. Deyir ki, onlar, deməli, harasa yazmışdım, proqramlarla, lokal proqramlarla işləyirlər, hansı ki, əmin olurlar ki, onlar properly processed olubdur. Yəni, bu tullantını uyğun şəkildə proses ediblər. Deməli, C variantı da səhvdir. The cafes are mainly popular for their meals and beverages. Bu kafelər əsasən yeməklərinə və içkilərinə görə məşhurdur. Xeyr, onlar ödəmə metoduna görə məşhurdur. These cafes draw attention of people who want to taste expensive meals. Deyir ki, bahalı yemək yemək istəyənlərin diqqətini çəkir. Xeyr, onlar ətraf mühitə qatqı sağlamaq istəyənlərin diqqətini çəkir. Həm də orada affordable food var. Expensive meals yoxdur. Yəni, uyğun qiymətli qidalar var, nəinki bahalı qiymətlər. Üçüncüyə baxaq. Cooperating with local recycling programs. Yerli dönüşdürmə proqramları ilə əməkdaşlıq edərək, these cafes ensure that collected waste, bu kafelər əmin olur ki, toplanılan tullantılar properly processed, uyğun şəkildə proses olunurlar, emal edilirlər. Bu qədər. Mən tekstimi işlədim. İndi sizin vaxtınızı almadan ikinci dəfə qulaq asacağam ki, bu cümləni mən tam tutmamışdım. Baxım, orada əksiyim varmı? Mən qulaq asdım, sadəcə product yerinə item demişdi. Əslində belə deyim də, bu önəmli bir səhv deyil, sinonimdir, işləndə bilər bir sözdür. Onu səhv götürməyəcəklər, narahat olmayın. İndi listeningdən bu qədər uşaqlar. Gedək qrammatikaya baxaq, ən sonunda da readingə baxacağıq. Qrammatikada bizdən 7-ci testdən başlayır. Burada nə istəyir? Had better, would rather.
bu ifadələr modallıq bildirən ifadələrdir, düzdürmü? Would rather, bir də had better. Bunlarla bağlı uşaqlar nə yadınızda saxlayırsınız? Bu əvvəllər yox idi, bu ilin testlərinə salıblar, yeni qaydadır. Bunlar modallıq bildirən ifadələrdir. Onlardan sonra, digər modallardan sonra necə ki, to-suz, şəkilsiz, yəni base form of the verb işlədirdik. Fe'lin baza forması. Fe'lin baza forması nədir? Bu məsdər hissəciyini atandan sonra, to-nu atandan sonra bu yerdə qalan kök var, heç bir şəkilsiz, s, ed, ing şəkilsiz falan. Bu fe'lin baza formasıdır. Biz would rather, had betterdən sonra fe'lin baza formasını işlədirik. Əgər ortada subject yoxdursa, yəni would rather'dan, verbdən sonra birbaşa gəlsə verb gəlir. Amma ortada subject varsa, artıq keçmiş zaman gəlir. Past simple işlədəcəksiniz. Tamam mı? Bu qədər sadə. Bu düsturu yadınızda saxlayaraq bu testi rahat yaza bilərsiniz. Baxın, had better vermişəm. Ondan sonra subject yoxdur. Baza formada fe'l işlətməliyəm. Bu düzdür. Would rather'dan sonra subject yoxdur. Mən artıq məsdəri yox, işlətməliydim, baza forma işlətməliydim. Bu səhvdir. Üçüncüyə baxırıq. Would better. Subject yoxdur. Baza işlətməliydim. Bu səhvdir. ing olmamalıydı. Would rather subject yoxdur. Baza forma işlətmişəm. 1 və 4 mənim düzgün cavabım olacaq. Burada subjectdə əsasən miqə salırlar uşaqlar. Bəzi, məsələn, Gülçin Əliyevada falan görmüşəm ki, orada subject olan testlər salıb, amma DİM-in sizin üçün uyğun olan testlərində ancaq would rather'dan sonra birbaşa fe'l görmüşəm. Hər bir ehtimal yenə də subject'i yadınızda saxlayın ki, ondan sonra subject olsa, məsələn, he olsaydı burada, mən artıq take yox, took götürəcəkdim. Bu qədər sadə. İndi gəlin 8-ə baxaq. Bunu silin buradan, fikrimizi qarışdırmasın. Deməli, burada gerundun məsdərin işlənməsidir. Bunun üçün uşaqlar fe'lləri yadımıza salmalıyıq ki, hansı fe'ldən sonra hansı fe'lin hansı şəxssiz forması işlənirdi. Baxın, decide-dan sonra mən bilirəm ki, həmişə nə gəlir? Məsdər gəlir. Baxın, bunların hamısını sildim. Əlimdə A və D qaldı. Enjoy-dan sonra isə gerund gəlir uşaqlar. Bunu da sildim. Bir dənə əlimdə D variantı qaldı. And-in hər iki tərəfində isə eyni forma olmalıdır. Bu həm zamanlar üçün keçərlidir, həm də şəxssiz formalar üçün keçərlidir. Deməli, decide-dan sonra məsdər, enjoy-dan sonra gerund işlədirik. 9-a baxırıq. Bizdə 9-da nə istəyir? Cümlə tamamlamanı istəyir. Baxın, bir-bir işləyək. Deməli, diqqət etməmiz gerəkən şey burada bir zamanların uyğunluğu olacaq. Burada ikinci olacaq nəqli cümlə forması axtarırıq. Cümlə tamamlamada yadınızda saxlayın. Budaq cümlə həmişə nəqli formada olur. Yəni, mübtəda üstəgəl xəbər strukturunda olur. Mübtəda üstəgəl xəbər strukturunda olur. İndi gəlin baxaq. Tells me that she has restored. Burada bir problem görmürəm. Bu düzdür. Əgər ortada obyekt olmasaydı, tell-dən sonra birbaşa zət gəlməzdi. Amma obyektim var deyə burada zətin işlənməsində heç bir problem yoxdur. 2-yə baxıram. Ask me how did I restore? Axı, mən dedim ki, budaq cümlə mütləq mübtəda üstəgəl xəbər strukturunda olmalıdır. Yəni, nəqli cümlə formasında olmalıdır. Daha burada köməkçi fe'l, modal, to be falan önə keçə bilməz. Burada restored olmalıydı. Ona görə 2 səhvdir. Said me olmaz. Said to me olmalıydı. 3 də səhvdir. Wants to know whether or not I can restore. Burada da bir problem yoxdur. Told us that she would restore. Baxın uşaqlar, əgər budaq cümlə, baş cümləm indiki zamandadırsa, budaq cümləm istənilən zamanda ola bilər. Keçmiş, indiki, gələcək, heç bir problem yoxdur. Amma mənim baş cümləm keçmiş zamandadırsa, mənim budağım mütləq keçmiş zaman formalarının birində olmalıdır. Başqa zaman işlədə bilmərəm. Ona görə 1, 4, 5 mənim düzgün cavabım olacaq. Onda düzgün tense form, zaman formasını işləyir, düzdürmü? Zaman formasını tapmaq üçün uşaqlar bir zaman göstəricisine diqqət etmək lazımdır. İkincisi, bu zaman yoxdursa, cümlədə ikinci bizə zaman göstəricisi yoxdursa, bizə yəqin ki, ikinci bir zaman vermiş olacaqdır. Və bu zamanları biz uzlaşdıracağıq. İndi gəlin baxaq. Burada mənim zaman göstəricim var. Bir var for today's. Bu mən bilirəm ki, bitmiş zamanın
göstəricisidir, elə deyilmi? Deməli, had-i sildim, bu sadədir. Burada da have-i sildim, bu da sadədir. Burada da have təkcədir, sadədir. Deməli, have had. Bunlar qaldı. İkinci tərəfə də baxıram, yet. Mən bilirəm ki, yet indiki bitmiş inkiharda işlədir. Ona görə bunu da silirəm. Bir dənə əlimdə B variantı qalır. Gördünüzmü, heç tərcümə eləmədim. Sadəcə göstəricilərə baxaraq, özümü dağa-daşa salmayaraq rahatca tapdım. 11-ə baxırıq. Possessive case istəyir. Possessive case nədir? Uşaqlar, yiyəlik haldır, düzdürmü? Əgər sahib varsa, sahib olduğu əşya da var. Düzdürmü? Bu qədər qəşəng yaza bildim ancaq. Deməli, mənim üçün bu nə deməkdir? Apostrof S-dən, yəni yiyəlik haldan və yaxud S apostrofdan sonra, indi bu önəmi yoxdur. Bu yiyəlik haldan sonra mütləq isim gəlməlidir ki, bir sahib olsun, bir də onun sahib olduğu əşya olsun. İndi baxaq, writer var, life var, yazıcının həyatı, isim var, bu düzdür. Oyunçunun uğuru, bu da düzdür. Radio is not working. Görürsünüzmü? İsim yoxdur. Deməli, bu indiki davam edici zamandır. Bunu sildim. 4-ə baxıram. Runner's victory came from his hard work. Baxın, burada runnerları cəmdə verib. Qaçıcıların qələbəsi. Cəmdə vermişsə, burada his əvəzinə Z olmalıydı. Onların belə deyim də, gərgin işindən və disiplinindən gəlir. Ona görə runners his verdiyi üçün burada runner təkdə olmalıydı. Bu cümləm yiyəlik haldadır, amma uyğunluq yoxdur. Başa düşdünüzmü? Cəm tək uyğunluğu yoxdur deyə bu səhvdir. The police hold up the traffic while... President's car. Prezidentin maşını. Sahib də var, əşya da var. Düppədüz. Cavabım olacaq 1, 2, 5. Y variantı. 12-ci cümlədə məndən mübtəda xəbər uzlaşmasını istəyir. Yadınızda saxlayın, əgər birləşmədə, ismi birləşmədə söz önü varsa, in, on, at, of, about, with, istənilən söz önü, above, hər hansı bir söz önü var, söz önülə birləşmiş ismi birləşmə varsa, mütləq birinci tərəfə baxacağıq. Birinci tərəfdə nədir? The schools cəmdədir. Cəmdədirsə, deməli nə olmalıdır? Mənim xəbərim cəmdə olmalıdır. Baxın, bu üçüncü şəxsin təkidi sildim. Bu cəmdir. Keçmişdə heç bir fərqi yoxdur deyə rahat götürə bilərəm. Has taken təkdir. Have taken cəmdir. Will take gələcək zamanda da heç bir fərq yoxdur deyə tək cəmdə rahat götürə bilərəm. Deməli 2, 3, 5, 6 mənim düzgün cavabım oldu. İndi uşaqlar, burada ola bilər ki, söz önü ilə birləşmiş olmasın, sadə. Məsələn, country school. 2 isim yanaşı gəlsə, heç nəsiz. İkinci ismə baxacağıq. Əgər yiyəlik hallı isim olsa, yenə ikinci ismə baxacağıq. Sadəcə söz önü olanda birinciyə baxırıq. Məsələn, baxın yuxarıda. Burada prezidentdən yox, prezidentin maşınından söhbət gedir. Burada maşın təkdir deyə xəbərim tək olacaqdı. Maşın cəm olsaydı, xəbərim cəm olacaqdı. Tamam mı? İndi getdik. Bir də uşaqlar, burada sizin nəyin diqqətinizə çatdırım. Burada mübtəda xəbər uzlaşmasını işləyərkən, məsələn, burada boss görsəz hardasa başqa yerdə, ona diqqət etməyin. Yəni, önəmli olan şey mübtədanın xəbərlə uzlaşmasıdır. Daha tamamlıqla biz xəbər uzlaşdırmırıq. Onda diqqətli olarsınız ki, mübtədaya diqqət edərsiniz, tamam mı? 13-də bizdən quantifier istəyir, düzdürmü? Glue sayılmayan isimdir, clay deməkdir, yapışqan deməkdir. Onunla mən sayılmayan quantifier işlədəcəm. A lot of da ola bilər, little, much, a lot of, less. Okay, bunların hamısı ola bilər. Firmly, bərk adjectivedir. Onunla da nə işlədəcəm? Buna indi baxıram ki, hamısı ola bilər. Sadəcə enough olmayacaq uşaqlar. Enough zərfdən sonra işlənir. Firmly enough olmalıydı. Bir dənə bu variantımı hələ ki yerinə görə çıxdım. Qalanları isə tərcüməyə əsasən baxacağım. Deyir ki, mən səthə yapışqan tökdüm ki, kiçik parçacıqlar möhkəm yapışsın. Deməli, çoxlu glue tökərəm ki, very firmly, çox möhkəm yapışsın. Bu, tərcümə mənasına uyğun gəlir. Az clay tökdüm ki, daha yaxşı yapışsın. Xeyr, axı az clay ilə daha yaxşı yapışmaq olmaz. Çox clay tökdüm ki, daha az yaxşı yapışsın. Burada mənaca uyğun gəlmir.
daha az kley tökdüm ki, lap kifayət qədər, yəni həddən artıq möhkəm yapışsın. Bu da olmayacaq. Deməli, sadəcə enough-ı işlənmə yerinə görə sildim. Digər variantları isə tərcümə edərək mənası uyğun gəlmədiyi üçün sildim. 14-də məndən nə istəyir? Gerundla və yaxud da sifətlə işlənən, məstərlə işlənən feilləri veribdir ki, mən seçim burada nə işlənir? Uşaqlar, baxın, bu regretdir, forgetdir. Bunlar həm gerundla, həm məstərlə işlənə bilər. Amma hər dəfəsində, yəni məstərlə işlənəndə bir məna ifadə edir, gerundla işlənəndə başqa məna ifadə edir. Gerundla işlənəndə olmuş bir şeyi unutmaq və yaxud da olmuş bir şeyə peşmançılıqdan söhbət gedir. Artıq olubdu, bitibdir. Amma məstər versəm, hələ olmamış, amma olacaq bir şey. Məsəl üçün, baxın, forget üzərindən bir nümunə verim, daha yaxşı başa düşsün. Məsələn, deyirəm ki, bağçaya getdiyim günləri unuda bilmirəm. Deməli, bu vaxtıyla olmuş bir şeydir. Mən onları unuda bilmirəmsə, mən bunu verəcəm gerundla. Forgetdən sonra gerund işlədəcəm. Yox, sənə deyirəmsə ki, evdən çıxanda qapını açarla kilidləməyi unutma. Hələ olacaq olanı sənə xatırlaram. Do not forget to lock the door deyəcəm. Məstər işlədəcəm. İndi gəlin cümləmizə baxaq ki, nə edirik? Nə işlədək? Not taking the opportunity to study abroad when I had the chance. It could have changed my life. Deməli, could have changed mənim həyatımı dəyişə bilərdi deyirəmsə, deməli, olub bitmiş bir şeydən danışıram, düzdürmü? Deyir ki, mən xaricdə oxumaq şansım olanda bu şansı əldən buraxdığıma, götürmədiyimə peşmanam. Gördünüzmü? Regret uyğun gəlir. Tamamilə. Nə ignore vecinə almamaq uyğun deyil, nə unutmaq uyğun deyil, nə inkar etmək uyğun deyil, nə reject uyğun deyil. Sadəcə burada regret, peşman olmaq həm tərcümə mənasına, həm də işlənməsinə görə, gerundla işlənməsinə görə uyğundur. 15-ə baxırıq. 15-dən bizdən düzgün sual cümləsini seçmək istəyir. Adətən bizdə indiyə kimi nida cümlələri salırlar. Artıq sual cümlələrinə keçib. Sual cümlələrində yadımızda saxlamaq lazım olan bir şey var uşaqlar. Əgər mübtədaya və yaxud da mübtədanın təyininə sual verirdimsə, bu cümlə söz sırası nəqli cümlədə olduğu kimi qalırdı. Yəni mübtəda üstəgəl xəbər, sonra tamamlıq təyin tamamlıq belə gedirdi. Yox, əgər digər nitq hissələrinə sual verirəmsə, o zaman köməkçi, modal və yaxud da to be keçməli idi mübtədanın önünə. Köməkçi feil burada mübtədanın önündə olmalı idi. İndi baxaq ki, burada biz nəyə sual vermişik. Baxın, why deyirəmsə, səbəbə sual vermişəmsə, deməli, mənim köməkçim önə keçməlidir, düzdürmü? Baxıram ki, bir dənə had önə keçibdir. Burada da daha başqa feil yoxdur. Deməli, had elə mənim əsas feilim idi. Əsas feilə isə mən köməkçi ilə sual verməli idim. Deməli, bu mənim səhvimdir. Burada did she have olmalı idi. İkinciyə baxıram ki, mənim mübtədam burada var. Deməli, mübtədaya sual verməmişəm. O zaman köməkçim önə keçməlidir. Did have. Baxın, yuxarıda da belə olmalı idi. Have əsas feildirsə, ona mən did ilə köməkçi feillə sual verməliyəm. 2 düzdür. 3-ə baxıram. How long has she had a strong interest? Deməli, has had burada bitmiş zamandır. Birinci has'im köməkçidir, hadim isə əsas feildir. Köməkçini önə keçirmişəm, düppədüzdür. 4-ə baxıram. Since when does she have had? Aha, baxın, have had bitmişdir, düzdürmü? Bitmişdirsə, deməli, birincim köməkçidir. Elə o köməkçi keçməli idi önə. Daha burada daza ehtiyac yox idi. 4 səhvdir. 5-də isə she has had a strong interest in environmental. Deməli, bu disjunctive question'dır. Burada hansı nə ilə sual verəcəkdimsə normalda, bu ikinci tərəfdə onu işlədirəm və təsdiqdirsə inkarda işlədirəm. 5-də də bir problem yoxdur, düppədüzdür. Mənim düzüm nə oldu? 2, 3, 5 oldu. Cavabım Y bəndi oldu. Burada uşaqlar, deməli, əslində mübtəda, yəni köməkçinin işlənməsindən çox to have feilinin işlənməsidir, qaydasıdır. Deməli, yadınızda nə saxlayırsınız? To have ola bilər 3 cür işlənsin cümlədə. I have a book.
Baxın, burada əsas feildir. Buna köməkçi ilə sual verməliyəm. Do I have a book? Tamam mı? Ola bilər ki, have olsun modal feil kimi. I have to go. Modal olanda nə olur? Modal olanda ona köməkçi ilə sual veririk. Çünki bu yarım modaldır. Do I have to go? Modal olduğunda hardan bilirəm? Bu to'dan bilirəm. Düzdürmü? Üçüncü nə ola bilər? I have had a book. Okay. Bu nə oldu? Bitmiş cümlə oldu. Düzdürmü? Artıq bitmişdə birinci have köməkçidir uşaqlar. Artıq ona sual verəndə ikinci bir köməkçiyə ehtiyac yoxdur. Elə onun özünü önə keçirtməklə mən sual verə bilirəm. Bu qədər sadə. Ümid edirəm ki, sizin üçün ümumi şəkildə izah edə bildim. İndi keçirik 16-ya. Article istəyir məndən, düzdürmü? Əgər şəhərdə, ölkədə hamıya məlum olan yerlərdən söhbət gedirsə, bu aeroportdur, parkdır, nə bilim şəhər mərkəzidir. Hamımız bilirik ki, bunlar harda yerləşir, düzdürmü? Belə yerlər həmişə qeyri-müəyyən artikl ilə işlənir. Üzr istəyirəm. Ona görə də 1-də və 3-də Z olmalıdır. Burada A və sayıla bilən tək isimdir. Ona görə onunla da qeyri-müəyyən artikl işlədəcəm. Daha orada hər hansı bir, yəni müəyyən bir saat demirlər. Ümumiyyətlə 1 saat çəkir ora getmək. Ona görə mən onu an artikl ilə işlədəcəm. 17-də burada qeyri-müəyyən təyin əvəzliyi, qeyri-müəyyən əvəzliyi, inkar əvəzliyi var. Deməli, bunları necə işlədirdik? Baxırdıq işlənmə yerinə, cümlənin xəbərinə. Cümlənin xəbəri təkdədirsə, o işlənə bilməz, düzdürmü? 2-ni çıxdım. İkinci tərəfə baxıram, ismim də cəmdədir, xəbərim də cəmdədir. Baxın, bununla neither of the-nin xəbəri təkdə olmalıydı. Düzdürmü? Neither ikisindən biri deməkdir. Məsələn, mənim 2 biletim var, heç biri uyğun gəlmir desəydim, neither verərdim. Neither ikisindən biri deməkdir. Bu da uyğun gəlmir. Mənim elə düzgün cavabım 1, 3 olacaq. No-dan sonra birbaşa isim gəlir, cəmdirsə xəbərim cəm olur. All-dan sonra sayıla bilən isim gəlirsə cəmlənir, xəbəri də cəm olur, düppədüzdür. 1 və 3 mənim düzgün cavabımdır. Törəmələrin də xəbəri həmişə təkdə olur. 18-də sifət zərfin işlənməsidir. Deməli, uşaqlar, baxın, burada isim verib. İsim veribsə mənə sifət lazımdır, düzdürmü? Mən zərfləri siləcəm. Mən bilirəm ki, ly zərf düzəldir, düzdürmü? İkinci tərəfə baxıram, drove, sürmək. Sürməkdən sonra boşluq var. Deməli, burada zərf lazımdır. Hərəkətin təsvir etmək lazımsa, zərf işlədəcək, düzdürmü? Fastly deyə bir zərf yoxdur, uşaqlar. Bunu da çıxıram. Zərf fast olur. Deməli, indi more fast deyə bir şey də yoxdur. Fast bir hecalı söz olduğu üçün o er-lə düzəlir, more-la düzəlmir. Heç cümləyə baxmadan, deyəcəkdim ki, gəlin indi cümləni tərcümə eləyək. Heç cümləyə baxmadan uşaqlar sadəcə qrammatik səhvləri çıxdaş eləyərək mən düzgün variantı tapdım. Deməli, baxmayaraq ki, Kate yüksək sürəti xoşlamırdı, o aeroportda vaxtında olması üçün daha bərk sürdü. Gəldik 19-a, passive voice istəyir, düzdürmü? Passive voice istəyəndə uşaqlar nəyə diqqət edirdim? Cümlənin mübtədası, yəni işi icra edən yoxa çıxmalıdır. Məchul olmalıdır ki, mənim cümləm məchul adlansın, düzdürmü? Burada mübtədanı tapıram və mübtədanı saxlayan variantları silirəm. Düzdürmü? İkinci iş nədir? Mənim tamamlığım, gəlin tamamlıq xətti çəkim. Mənim tamamlığım gəlim olmalıdır mübtəda. Düzdürmü? Solution of the problem, bunlar okeydir. Üçüncü diqqət etməm gerəkən şey nədir? Zaman olduğu kimi qalmalıdır. Baxın, didn't keçmiş sadə zamanın göstəricisidir mənim üçün. Deməli, mən keçmiş sadə zaman işlətməliyəm. Wasn't looked. Bu okeydir. Wasn't-dan sonra being işlənməz. Daha doğrusu işlənərək, amma davam edicidə. Burada sadədir axı. Ona görə sildim. D-də niyə sildim? To be işlətməyib. Elə məlum xəbər kimi saxlayıbdır. Ona görə bunu da sildim. Düzgün cavabım oldu B bəndi. Həm də bu sual cümləsi də axı mənim köməkçim öndə olmalı idi. Əgər bu düz olsaydı belə.
20-yə baxırıq, conjunction istəyir. Conjunction uşaqlar işləmək üçün birinci cümləni tərcümə eləməliyik. Sonra da buradakıların tərcüməsini bilməliyik. She was exhausted, yorğun idi. She managed to finish her project before the deadline. O, layihəni son bitmə tarixindən əvvəl bitirdi. Təhvil tarixindən əvvəl bitirdi. Deməli, mənə burada güzəşt lazımdır, düzdürmü? Baxmayaraq ki, o yorğun idi, o proyekti vaxtında bitirə bildi. Burada da mənim güzəştim even though, baxmayaraq ki. Since, as, çünki deməkdir. Since bəzən bəri də olur, baxır yerinə. After, sonra, so, ona görədir. Deməli, 21-ə baxırıq, yenə bizdən conjunction istəyir. Baxın, although, in spite of, because of, despite. Despite of deyə bir şey yoxdur. Despite təkdir. In spite of olur. Düzdürmü? İndi baxaq. Cümləni tərcümə eləyəcəyik. All the cooking shows I have watched. Bütün bu bişirən proqramlar olur. Nələrsə bişirirlər. Bu proqramlara bütün bu proqramları izləməyimə baxmayaraq, mən hələ də bişirməkdə o qədər də yaxşı deyiləm, pisəm. Hələ də bişirməyə bacarmıram. Deməli, mənə güzəşt lazımdır. Güzəşt də C variantı olacaq. Due to görədir. As a result of nəticəsində, because of da sayəsində görə deməkdir. Bunlar hamısı səbəb bildirir, amma mənə nə lazımdır? Güzəşt lazımdır. 22-də make-up sentence deyir uşaqlar. Make-up sentence görən kimi mən cümlə strukturunu yadıma salıram ki, mənim cümləm, nəqli cümləm olmalıdır. Mübtəda üstə gəl, bunun üstə gəl. Üstə gəl xəbər, üstə gəl tamamlıq, üstə gəl yer zərfi, üstə gəl zaman zərfi. Daha təyin də varsa, ya mübtədanın, ya tamamlığın önündə olacaq, onu qeyd eləmirəm. İndi bu struktura tapmalıyam, düzdürmü? Baxıram ki, burada 2 dənə mübtəda var, 2 dənə xəbər var. Belə olanda nə edirsiniz? Bilmədim ki, tutaq ki, 4 ilə 5-mi birləşdirdi, yoxsa 8 ilə mi 5-i birləşdirdi, 8 ilə 3-ü birləşdirdi. Bunları bilmirəm, düzdürmü? Onları bilmirəmsə uşaqlar, ən azından biləcəyim, birləşmə ehtimalı olanları bir yerdə işlədəcəm. Baxın, burada məstər veribsə, məstərdən əvvəl xəbər gələcək, düzdürmü? 3 ilə 9 olacaq. Birləşməyə razılaşdı. Nəyə birləşməyə razılaşdı? Bunu da bitirməliyəm. To join the team meeting. 3, 9, 1 olacaqdır. Ortada bu conjunction varsa, conjunction da ortada gələcək. Düzdürmü? But. İndi ya 4-dür, ya 8-dir. Baxım, görüm 3, 9, 1 olan harada var? 3, 9, 1 burada var. Burada yoxdur, burada da yoxdur, burada da yoxdur, burada da yoxdur. Mənimcə variantım C olacaq. Deyir ki, she is busy enough. O yetəri qədər məşğul idi, amma ki, team meetingə qoşulmağa razılaşdı. Düppədüz. Birinci uşaqlar, beynimdə deyirəm, yenə bütün cümləni qura bilməsəm belə, indi burada mürəkkəb cümlə veribdir, tapa bilmədim, tutaq ki, deyirəm. Qura bilməsəm belə birləşmə ehtimalı olanları, yanaşı gəlmə ehtimalı olanları yazdım. Bu da mənə birbaşa cümləni tapmağa kömək elədi. Lap ki, tutaq ki, tapa bilmədin. Bir-iki variant hər halda bütün variantlar arasında qalmayacaq da, düzdürmü? Məsələn, bilirəm ki, she sonda gəlməz, tutaq ki. Sonra tutaq ki, agrees enough, bu ola bilər. 9-1 nədir? To join the team meeting, bu da ola bilər. To join busy. Baxın, tutaq ki, belə bir birləşmə uyğun gəlməyəcək falan filan. Tutaq ki, heç uyğun gəlməyənləri çıxardacağam. Yerdə qalan bu bir dənə, iki dənə variant arasında qalmışam, düzdürmü? Mənim sizə məsləhətim odur ki, oturun söz bu cümləni yazın. Fikirləşmək, təxəyyülünüzdə yaratmaq sizi səhvi rahat göstərməyəcək. Amma gözünüz yazan kimi gözünüz görəcək ki, nə səhvdir, nə düzdür. İndi vaxt çatdı reading-ə. Reading oxuyanda nə edirik uşaqlar? Mənim bir tələbəm də var idi. Heç oxumamış gedirdi birbaşa cümləni test oxuyurdu, gəldi ki, buradan məlumat axtar. Uşaqlar, bu belə deyim də, ingilis dilini çox yaxşı bilmirsinizsə, o qədər də praktik bir üsul deyil. Çünki bir var Azərbaycan dili olsun, buradakı cümləni sırası burada tapa bilirəm. Amma axı bu mənim üçün doğma dil də deyil. Mən hələ bunu o qədər yüksək leveldə də bilmirəm. Əksəriyyət 11-ci sinif üçün mən danışıram. Ona görə də uşaqlar, mən sizə məsləhətim odur ki, birinci oxuyun. Ağzınızda reading comprehension testi deyirsiniz. Yəni, oxuyub anlama testi deyirsiniz. Oxumadan necə yaza bilərik bunu? Anlamadan necə yaza bilərik? Mən sizə demirəm ki, bu sizin 3 saat imtahan vaxtınız var. Siz burada 90 dənə sual
yazmalısınız. Oturun bir cümlə tərcümə edin. Xeyr, mən sizə elə bir şey demirəm. Mən sizə sadəcə bunu deyirəm ki, mümkün şəkildə ümumi informasiyanı buradan tuta bilin. Yəni burada ümumi informasiya üçün oxuyun. Sadəcə anlamağa çalışın, konteksti tutmağa çalışın ki, sonra siz sualı harda axtaracağınızı biləsiniz. Həm də oxuyarkən önəmli olan hissələrin altından xətt çəkmək lazımdır ki, daha burada tutaq ki, məsələn, bu fi söhbətini, ödəniş söhbətini mən gəlib bir də bu teksti başdan ayağa axtarmayım. Hardasa altından xətt çəkmişəmsə, o xəttlər mənə imkan verəcək ki, mən diqqətim daha tez toparlansın, mən informasiyanı daha tez tapım. İndi gəlin oxuyaq. On the highway between Baku and Quba in Azerbaijan, a series of red and white striped peaks appear suddenly from the surrounding landscape. Deməli, Azərbaycanda Bakı-Quba yolunda qırmızı və ağ zolaqlı deməli yüksəkliklər peyda olur birdən-birə bu ətrafda, bu highway gedəndə birdən-birə bu yüksəkliklər qabağınıza çıxır. Part of the Greater Caucasus mountain range called the Candy Cane Mountains earned their nickname thanks to their remarkable resemblance to the classic Christmas candy. Deməli, Böyük Qafqaz dağlarının bu Candy Cane dağları adlanan hissəsi öz adını klassik Christmas konfetinə oxşarlığına görə, önəmli dərəcədə oxşarlığına görə götürübdür. Bu deyir ki, heç cümlələri oxumayacağım, vaxtımız çox gedir. Bu qayaların rəngi ətrafda olan bu ərazinin özünə məxsus geologiyasına görədir. Deməli, bu dağlar shale'dan əmələ gəlib. Deməli, bu shale nədir? A type of sedimentary rock. Bir qaya növüdür, hansı ki, nazik qatlar halında bir-birinin üstünə yığılıbdır. Bundan bir çox zaman öncə, bu qayalar formalaşmamışdan öncə ətraf mühit bir neçə dəfə dəyişibdir. Bu da mineralların hər qatda müxtəlif mineralların toparlanmasına gəlib çıxardıbdır. Bu shale su ilə kontakta girən kimi bu qatlar, dəmir olan qatlar qırmızıya çevrilibdir. Dəmir olmayanlar isə ağ və boz şəkildə qalıbdır. Vaxt keçdikcə bu yerin tektonik hərəkətləri, yağış, külək tədricən bu torpağı belə deyim də yoxa çıxardıbdır və bu qaya parçaları, qatlarını görünən edibdir. Bu qatlar alimlərə yerin tarixini başa düşməyə kömək edir. Həmçinin üzr istəyirəm, bu dağlar deməli bir vaxtlar milyon illər əvvəl burada yaşayan dəniz canlılarının fosillərini də özündə daşıyır. Əgər istəsəniz, siz bu dağlara maşınla gedə bilərsiniz və yaxud da turumuza qoşula bilərsiniz. It's free to visit. Bura baş çəkmək ödənişsizdir. İndi deməli oxudum. Söhbət Candy Cane Mountains'dən gedir. Xınalıq dağlarıdır, səhv eləmirəmsə, Azərbaycan dilində bunlar. Bu Bakı-Quba yolunda yerləşir. Bunların biz öyrəndik ki, niyə bunlar qırmızıdır, belə rəngarəngdir. Düzdürmü? Ümumi tekstimiz bu haqdaydı. İndi gəlin baxaq. Tekstimizin nə haqda olduğunu soruşur. Mən sizə dedim ki, bu adətən birinci cümlədə olur. Baxın, birinci və yaxud da ikinci cümlədə olur. Part of the Candy Cane Mountains. Deməli, söhbəti mən birinci, ikinci cümləni oxuyanda söhbəti tutdum ki, burada Candy Cane Mountains'dən söhbət gedir. Ola bilər ki, bu Candy Cane Mountains'i eyni söz şəklində, eyni sözlərlə ifadə etməsin. Gəlin baxaq. Azərbaycanın möcüzələri. Axı biz burada sadəcə bir yerdən danışdıq. Möcüzələr bir neçə yer olsaydı, bəli, amma biz birindən danışdıq. The unusual natural place in Azerbaijan. Azərbaycanda qeyri-adi təbii bir yer. Bəli, baxın, Candy Cane Mountains'i birbaşa yazmadı, amma onu təsvir etdi. Azərbaycandadır, bəli, qeyri-adidir, bəli, təbiidir, bəli və yerdir, bəli. Gördünüzmü? 3 dənə təsvirlə bunu təsvir etdi. Ərazinin ümumi geologiyası. Xeyr, biz geologiyaya girmədik. Yerin tektonik hərəkəti, biz bunu da öyrənmədik. Candy Cane Mountains'dəki fosillər, qalıqlar. Uşaqlar, bunu toxundu, bir cümlədə buna toxundu. Amma axı bütün tekst bu haqda deyildi. Biz elə bir variant seçməliyik ki, bütün teksti əhatə etsin. 2-yə keçək.
bizdən səhv cümləni istəyir. Uşaqlar, bu true, false istəyən cümlələrdə incorrect, correct yazılan yerdə bunu işarələyin ki, sizin beyniniz həmin o, belə deyim də, həyəcanın, təşvişin içində algılasın ki, siz nə axtarırsınız. Bəzən false oxuyub keçirsiniz, amma yenə də düzgün variantı yazırsınız. Onu işarələsəz, diqqətiniz ora cəmlənəcək ki, siz səhv axtarırsınız, düz axtarırsınız. Deməli, hər kəs Candy Cane dağlarını, Xınalıq dağlarını heç bir ödəniş etmədən gedib ziyarət edə bilər. Bəli, bu düzdür. The noticeable layers all allow researchers to learn the Earth's past. Deməli, bu görünən qatlar tədqiqatçılara imkan verir ki, onlar yerin tarixini öyrənsinlər. Bəli, bu da düzdür. These peaks are called the Candy Cane Mountains. Bu yüksəkliklər Candy Cane Mountains adlanır, çünki onlar klassik Christmas candisinə oxşuyur. Klassik Christmas konfetinə oxşuyur. Bəli, bu da düzdür. Fossils in these mountains consist of dead marine animals. Baxın, marine animals, sea animals deməkdir. Hanı? Buradaydı. Sea creatures yerinə, dəniz canlıları yerinə marine animals, dəniz heyvanları adını veribdir. Sadəcə sinonim istifadə edibdir. Diqqətli olun. Eyni sözü verməyə bilər, amma fikir eyni fikirdir. Onu sadəcə parafrez edibdir. Deyir ki, bu dağlardakı qalıqlar dəniz canlılarının qalıqlarıdır. Bəli. Over time, vaxt keçdikcə natural forces removed the colors, təbii şeylər, forces, qüvvələr, yəni burada küləkdən, yağışdan söhbət gedir. Bunlar rəngləri sildi və müxtəlif qaya qatlarını görünən etdi. Onlar rəngləri silmədi, torpağı sildi. Baxın, yuxarıda soil yazmışdı. Removed the soil. Gördünüzmü? Bu qədər. Bu da deməli mənim səhv variantım Y variantı oldu. İndi mənə cümləni tamamlamağımı istəyir. Many years ago, bir çox illər əvvəl, the change in natural nature, təbiətdəki dəyişikliklər led to, deməli, apardı, nəyə apardı? The destruction of rocks in the area, ərazidəki qayaların dağılmasına. Xeyr. The layers of minerals staying the same, mineral qatların eyni qalmağına. Xeyr, axı illər ərzində onlar dəyişikliyə uğurladı. No change in the soil minerals, torpaq minerallarındakı heç bir dəyişiklik olmadı. Xeyr, bu da deyil. Rocks not affecting the colors of the mountains, qayaların, dağların rəngini dəyişməməsinə. Axı yox, dəyişdi, əksinə. Differences in the minerals, bəli, minerallardakı dəyişiklikliyə apardı. Deməli, qayalar formalaşmamışdan əvvəl təbiətdəki dəyişikliklər mineralların dəyişməsinə yol açdı, apardı. Düzdür. 26-ya baxırıq. Deyir, düzgün cümləni seç, korrekti işarələdim. What happened when water touched the rock? Su qayaya toxunanda nə oldu? Dəmir səbəbindən bəzi qatlar qırmızıya çevrildi. Bəli. Nothing special happened. Önəmli heç nə baş vermədi, xüsusi heç nə baş vermədi. Bu səhvdir. White and grey layers stayed the same because they had no iron. Ağ və boz qatlar eyni qaldı, çünki onlarda dəmir yox idi. Bəli, bu düzdür. Deməli, 1 və 3 mənim düzgün cavabım oldu, amma 4-ə də baxaq. The soil remained whole and untouched. Torpaq bütöv və toxunulmaz qaldı. Xeyr, torpaq removed oldu. İndi 27-yə baxırıq. Bizdən to stay sözünün sinonimini istəyir paragraf 3-də. Gedək baxaq. Paragraf 3-də baxın, stay sözünün sinonimi remain olacaq. Məndən burada uşaqlar bunu formaya diqqət edin. Görürsünüzmü? Sizdə məstər veribdir. To stay. Deməli, siz elə məstər formada da yazsanız daha düzgün olacaq. Bu to remain. Daha remained gətirib bura qoymayın da, biraz professional yanaşın. Yəni remained orada participle to formasındadır, düzdürmü? Amma sizdən məstərin sinonimini istəyirsə, siz elə məstər formasında verməlisiniz ki, daha belə professional olsun, akademik olsun. İndi gələk 28-ə. 28-də definition veribdir. Məndən bunun izahını istəyir. Everything you can see when you look across a large area of land. Deməli, bir yerdən baxanda ətrafda görə bildiyiniz şey. Deməli, bu nədir? Ətrafda da surroundingdir. Ətraf ərazi. Mən də həmişə üstünə xətt çəkirəm. Surrounding olacaq. Gətirib elə bunu da bura yazıram.
Surrounding. Bu qədər. İndi 28-də nə istəyir? Ən azından 2 sözü dəyişməklə cümləni tamamlamamızı istəyir. On the way highway between Baku and Quba in Azerbaijan. Deməli, buradan bura qədər olan hissəni mən ən azı 2 söz dəyişməklə yazmalıyam. Gəlin yazaq. Nə var burada mənim üçün? Bunu biraz yuxarı qaldırım. A series yerinə, baxın, range yaza bilərəm. Range burada da var. Sıra adlanır. Bunu mən istəyirəm burada yazım ki, görək. A range of seriesi yeri gəlmişkən uşaqlar, series təki cəmi eyni olan isimdir. Yəni, baxın, qarşısını görürsünüzmü? Article işlənib, amma sonunda S şəkilçisi var. Bu deməkdir ki, təki cəmi eynidir. A series of red and white striped yerinə, zolaqlı yerinə patterned verə bilərəm. Teksturalı. Patterned. Peaks yerinə, yüksəkli yerinə nə verə bilərəm? Dağ verə bilərəm. Mountains. Appear yerinə, peyda olur yerinə. Emerge, peyda olmaq verə bilərəm. Və yaxud da rise verə bilərəm. Qalxır, yəni görünür. Suddenly yerinə out of sudden verə bilərəm. Abruptly verə bilərəm. Yox. Unexpectedly daha yaxşı olacaq burada. Unexpectedly, gözlənilməz şəkildə. Unexpectedly from the surrounding landscape. Surrounding landscape. Okay, bu qədər neçədən sözləşdik? 1, 2, 3, 4 və yəni bu rise-dan emerging istədiyiniz birini seçə bilərsiniz. 5 dənəsini dəyişdik. Okay, və son sualımız nədir? Which of the beautiful natural places in Azerbaijan would you like to visit and why? Azərbaycanda hansı gözəl təbii yerlərdən birini görmək istərdiniz və niyə? Burada biraz fikirləşirəm uşaqlar və burada mənə lazım olan odur ki, mən qrammatik olaraq düzgün cümlə yazım. Bir-birini tamamlayan, axıcı, ardıcıl olan cümlələr yazım. Yəni, birinci giriş cümlə verim. Tutaq ki, Azərbaycanın çox gözəl yerləri var. Bunlardan biri də filan yerdir və bu filan yeri belə çox gözəldir və yaxud da bu filan yeri mən niyə sevirəm. Bu kimi bir də giriş cümlədə verim və cümlədə sonu tamamlayıram ki, məsələn, Azərbaycana gələn bütün turistlərə və yaxud da lokallara mən məsləhət görərdim ki, buranı gedib izləsinlər. Bir dənə concluding cümlə verib, hamısını qəşəng, ardıcıl, axıcı yazacağam. Və burada işləyərkən uşaqlar çalışacağam ki, bu writing işləyəndə nəyə diqqət edin? Mümkün qədər sinonim işlədin. Eyni sözü təkrar-təkrar işlətmək sizin balınızı aşağı salacaq. Və burada çalışın ki, coherence, ardıcıllığı ödəmək üçün, yerinə yetirmək üçün conjunction falan istifadə edin. Yəni, tutaq ki, bir neçə fikir vurğulayacaqsınızsa burada. Tutaq ki, bu təbiəti gözəldir, suyu gözəldir, çayı gözəldir. Bu kimi şeyləri vurğulayacaqsınızsa, in addition, moreover, belə şeylər, belə deyim də, conjunctionlar istifadə edin, tamam mı? İndi vaxtımız getməsin deyə mən bir dənə gedib teksti yazacağım, səsi saxlayıb, yazını saxlayıb, sonra geri başladacağım. Baxın, uşaqlar, mən yazdım. Burada fərqli-fərqli fikirlərə toxunmadığım üçün, belə deyim də, tutaq ki, üstünlüklərdən danışmadığım üçün və yaxud disadvantage-dən danışmadığım üçün o qədər də conjunction, moreover, in addition falan istifadə eləmədim. Amma ki, çalışdım ki, əlimdən gəldiyi qədər çalışdım ki, məsələn, bu place sözünü istifadə etmədim təkrar-təkrar. Məsələn, place-in yerinə them qoydum, sonra natural attraction-dan əvəzlədim. Eyni sözü təkrarlamamağa maksimum diqqət göstərdim. Bu qədər uşaqlar, ümid edirəm ki, sizin üçün faydalı olar. Sizə bol-bol uğurlar arzulayıram, zehin açıqlığı arzulayıram. Bilirəm ki, sabah sizin üçün çox önəmli gündür. Həyatınızın ən önəmli, belə deyim də, dönüm nöqtələrindən biridir. Başa düşürəm. Amma belə bir gündə həyəcanın sizi ələ keçirdib, bütün gününüzü məhv etməsinə icazə verməyin. Həyəcanlanmaq normaldır, qorxmaq normaldır. Bütün bu hisslər insana məxsus hisslərdir. Mən bunları başa düşürəm. Amma eləcə də biz, belə deyim də, ağlı başında insanlar olaraq, məqsədli insanlar olaraq öz hisslərimizi idarə etməyi öyrənməliyik. Biz bu hisslərimiz bizim
Biz bir hisslərimizin əsiri deyilik, tamammı? Hisslərinizi çalışın cilovlayın. Bunlar çox normaldır, yenə də deyirəm. Amma ki, onları da cilovlamağı öyrənmək lazımdır. Düşünün ki, sizin bu önəmli gününüzü həyəcanlanaraq, qorxaraq həyatınızın ən pis gününə də çevirə bilərsiniz və yaxud da özünüzü ələ alıb, dərindən nəfəs alıb, fokuslanıb, çox qəşəng nəticə ortaya çıxararaq ən gözəl gününə də çevirə bilərsiniz uşaqlar. Hər bir şey sizin əlinizdədir. Mən sizə uğurlar arzulayıram. Hər hansı bir sualınız olarsa, rəylərdə qeyd edə bilərsiniz. Çox sevə-sevə mən sizə kömək edərəm. Çox sağ olun.